Bildiyiniz kimi canavarlar sosial canlılardır. Canavarlar xəstələrə, qocalara əməlli başlı qulluq eləyirlər. İnsanlardan, bəzi insanlardan fərqli olaraq. Mən axır zamanlar Kabala daha çox oxuyuram. Kabalada belə bir müqayisə var. Deyir, canavarlar qocalara baxır, xəstələrə baxır. Ancaq həddən artıq soyuq qış olanda qocalar özləri də başa düşür ki, canavar nəslinin davam etməsi üçün resursları, ovu, qidanı daha çox gələcək nəsli davam elətdirə bilən osoblara, cinsə, nə bilim, canavar balasına, canavara yedirmək lazımdır ki, canavar heyvan kimi, nəsil kimi davam eləyə bilsin. Bunu hətta qoca canavarlar özləri də qəbul eləyir, vajak özü də qəbul eləyir. Yəni ki, nəsli daha çox kim davam elətdirə bilər? Canavar nəslin resursları ona daha çox yetirirlər, çatdırırlar. Allah bizi canavar gününə salmasın. Həmişə demişəm, mən canavara nifrət eləyirəm, elə insan olmaq yaxşıdır. Canavar ziyanxaf heyvandır. Birini yeyər, bir neçəsini boğar, atar o yana.